Nəyi? 22 yaşımda yox, 12 yaşımda bilməyi arzulayırdım. Bəzi heyvanların bəxti heç gətirmir. İnanın mənə, bu bəxtsiz canlılar haqqında eşitmək istəyəcəksiniz. İlk növbədə tukanlar. Dimdikləri möhtəşəm görünür amma. O qədər zəifdir ki, tukanlar özlərini güclə müdafiə edə bilirlər. Növbəti, pandalar, əlbəttə, şirindirlər, amma valideyn kimi. Bəxtləri o qədər də gətirmir. Nadir hallarda balaları olur, bəzən isə təsadüfən öz balalarını əzirlər. Qızıl kisəli çengurular. Onlar nəinki çox nadirdirlər, həm də yaşayış yerləri sürətlə yox olur. Aksolotlar əzalarını bərpa edə bilirlər. Amma vəhşi təbiətdə demək olar ki, nəsli kəsilib, sağ qalmaq şansları 1%-dən də azdır. Bəs Afrika pingvinləri? Səslərinə görə eşşək pingvini adlandırılırlar, amma iqlim dəyişikliyi onların yuvalarını dağıdır. Bu heyvanlara biraz daha bəxt lazımdır, elə deyilmi? Onların hekayələrini paylaşın və bəlkə də onlara kömək edin. Daha çox maraqlı faktlar üçün abunə olmağı unutmayın.